Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib. Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Qobustan ərazisindəki Diri Baba türbəsinə, İsmayılı rayonundakı Baskal Dövlət Tarix Mədəniyyət və Lahıc Dövlət Tarix Mədəniyyət qoruqlarına media nümayəndələrinin səfəri təşkil edilib. Səfərin məqsədi qış turizm mövsümü öncəsi daxili turizm imkanlarını daha geniş nümayiş etdirmək, eyni zamanda qoruqlarda turistlər üçün yaradılan şəraiti, həyata keçirilən layihələri ictimaiyyətə təqdim etmək olub. Baskal Dövlət Tarix Mədəniyyət qoruğunda media mənsublarına bildirilib ki, qoruğun ərazisində orta əsrlərə aid Qoşabulaq, Dəmirçi Bazar, Dərə Məhəllə, Xarabiyan, Kələküçə, Qəlibgah, Çayqırağı kimi tarixi məhəllələr və bütün bu məhəllələrdən çıxan küçələrin birləşdiyi mərkəzi bazar meydanı yerləşir. Lahıc Dövlət Tarix Mədəniyyət qoruğu isə Lahıc qəsəbəsinin və Ərəgit kəndinin 80 hektar ərazisində dövlət qeydiyyatına alınmış 102 tarixi və mədəniyyət abidəsinin mühafizəsini həyata keçirir. Hörmətli tamaşaçılar, saatin əsas xəbərlərindən hələlik bu qədər. Görüşmək ümidi ilə.